Yeni doğulmuş körpənin yuxusunun xüsusiyyətləri. 0-dan 3 aya qədər olan dövr daha sakit keçir. Əgər bilsəniz ki, körpəni nə vaxt və necə yatızdırmaq lazımdır, həmçinin o ağlayanda onu necə sakitləşdirmək olar. Möhkəm yuxu 3 əsas amilin nəticəsidir. Rejim, körpənin sinir sisteminin sakit vəziyyəti, təhlükəsizlik və yuxu şəraiti. Yeni doğulmuş körpə gündüzlə gecəni ayırd edə bilmir. Onun hələ sirkadian ritmləri formalaşmayıb, öz melatonin hormonu sintez olunmur. Bu, onun birinci xüsusiyyətidir. Gündüz və gecəni ayırd edə bilmədiyinə görə yeni doğulmuş körpə onları yerini dəyişə bilər. O, gündüz uzun müddət fasiləsiz yatacaq, gecə isə oyaq qalacaq və gəzişəcək. Buna diqqət yetirmək vacibdir. Əgər sizdə də belə bir vəziyyət yaranıbsa, bunu dəyişmək lazımdır. Yəni, gündüz yuxusunun müddətini azaltmaq və gündüz oyaq qalma intervallarını artırmaq lazımdır. Həmçinin gündüzlər körpəni işığa çıxarmaq vacibdir. Gecə yuxusu üçün tam qaranlıq çox önəmlidir. Gündüz isə sadəcə işığı biraz azaltmaq kifayətdir. Gündüz işığı və gəzintilər bioritmin formalaşmasına kömək edir və yuxuya müsbət təsir göstərir. Yuxunun keyfiyyətinə təsir edən ikinci xüsusiyyət isə körpənin ilk aylarında baş verən inanılmaz sürətli inkişafıdır. Demək olar ki, hər 2 həftədən bir yeni doğulmuşun gündəlik ritmi dəyişəcək. Ona görə də saatla rejim körpə üçün nə fizioloji, nə də mümkün deyil. Hətta əgər siz oyanma və bütün yuxuları saatla dəqiq tənzimləsəniz belə, bir neçə gündən sonra bu rejim ona uyğun olmayacaq. Üçüncü xüsusiyyət isə yeni doğulmuşun sinir sisteminin yetkin olmamasıdır. Tormozlanma prosesləri oyanma prosesləri ilə müqayisədə geridə qalacaq. Bu da o deməkdir ki, körpə sakitləşmək, rahatlamaq və yatmaq üçün sizin köməyinizə çox ehtiyac duyacaq. Ona görə də körpənin həyatının ilk 3-4 ayında onu yatızdırmaqda kömək etməyi dayandırmaq səhv olar. Bir çox analar isə yuxu ilə bağlı güclü assosiasiyalar və onların bəzən yuxunun keyfiyyətinə mənfi təsiri barədə öyrəndikdən sonra bunu etməyə çalışırlar. Beləliklə, diqqət edin ki, körpəniz gündüz kifayət qədər ayıq qalsın, gecə isə yalnız ona lazım olan qidalanma üçün oyansın. Saatla rejim mümkün deyil, amma zamanla günün müəyyən qədər proqnozlaşdırıla bilən olması lazımdır. Uşaq hələ özü yatmağı bacarmır, ona görə də kömək edin, beşiyə salın, qucaqda gəzdirin, sinəyə qoyun.